Salam aleykum. Demək, bir nəfər yazıb ki, turba nədir, mən başa düşmədim. Yəqin səhifəyə yeni takip atıb və yaxud da ki, yeni rast gəlib. Xatırladım ki, turba, idman da deməzdim mən buna, bu bədən tərbiyəsidir. Yəni, hər kəs 100 yaşına qədər, valla neçə yaşı var bunu eləyə bilər. Çox çətin bir şey deyil. Faydalarından danışım sizə. Bax, kimin belində yırtıq, kifoz, skalyoz, osteoxondroz, yatıb durub görürsünüz ki, əliniz, ayağınız uyuşur. Onu da aradan qaldırır. Kim ürək dərmanı atırsa, ürək dərmanı atmayacaq. Kim təzyiq dərmanı atırsa, atmayacaq. Çox gözəl fayda verir. Daban şiforuna çox gözəl fayda verir. İndi idmanı da sizə göstərəcəm mən inşallah. Hələlik bu qədər. İndi yadımda qalan bunlardır. Və qan dövranına çox gözəl təsirli. Qan dövranını düzəldir bu. Bismillah. İdmanı da sizə göstəreyim. Demək, uzanırsınız, düz uzanmalısınız ilk öncə. Xatırladım ki, bu turba mənlə artıq 2 ildən çoxdur mənləndir. Bu. Çox fayda gördüm mən bundan. Dabanınızı məsləhət görürəm ki, belə özünüzə çəkmeyin. Dabanınızı biraz bax, belə eləyin ki, daban şiporuna təsir eləsin. İçində şipor varsa, mahmuz deyirlər ona. Və uzanırıq yerə inşallah. Turbanı da qoyuruq boynumuzun arxasına belə. Məsləhət görürəm ki, turbanı əlinizlə tutasınız. Yəni, çox hallarda qaçır. Qaçmayacaqsa, əlinizi qoyursunuz belə. Demək, baş sola gedəndə ayaq sağa gedir. İndi sizə göstərirəm. Görürsünüz, bax belə, tərsinə. İndi mən turba tərpəndiyi üçün mən adətən turbanı tuturam. Turbanı belə tuturuq. Davamlarımızı sizə göstərdim. Biraz belə qoyuruq. Baxın, bir dənə inşallah. Bax, belə. Bunu bacardığınız qədər eləyin. Yəni, olar ki, məsələn, 100 dənədən başlayın, 200 dənə, 300 dənə yavaş-yavaş artırın. Nə qədər çox eləsəz, o qədər fayda görəcəksiniz inşallah. Valla tükənməz faydası var. Bu, pulsuz olan bir şeydir. Yəni, bunun üçün insanlar var ki, əziyyət çəkir bel ağrılarına, çox fayda verir. Bunu evdə eləyə bilərsiniz, səhər də eləyə bilərsiniz, axşam da eləyə bilərsiniz. Heç olmasa gündə bir dəfə eləyin. Nə qədər eləsəz, o qədər fayda görəcəksiniz. Bir də xahiş edirəm hər birinizdən, mənim bu yeni səhifəmdir. Mən səhifələrimi, belə deyim də, şikayət edirlər, bağlatdırırlar. Niyə görə? İnsanlar çünki kütləvi şəkildə sağalır. Turbanla insanlar sağalır, fizioterapiyə getmir. Ona görə də o bəzi insanlar, bilirsiniz də kimlər deyirəm, onlara sərf eləmir. Sonra, betadinlə insanlar babasından sağalır. Təsəvvür edin ki, qoyduğum video 2 gün içində 1 milyon keçdi. 3 milyon olan video var. Çünki görürlər ki, hamı öz-özünü sağaldı. O da sərf eləmir. Yenə də adlarını çəkmirlər. O qədər insanlar var ki, yəni firmalar, mənə deyir, gəl dərman sataq, belə eləyək, sən bu qədər pul qazanacaqsan. O mənlik deyil. Niyə görə mənlik deyil? Çünki mən bu yola çıxmamışam pul qazanmaq üçün. Mən bu yola çıxmışam ki, savab qazanım. İnsanlara faydalı olsun. Bax belə, inşallah ki, Allah bütün xəstələrə şəfa versin. Bizlər də onun üçün davam edəcəklərim bu qədərdir. Sağ olun.